Salam aleyküm qızlar. Necəsiz? Nə var, nə yox? İnşallah yaxşı olarsınız. Uzun bir aradan sonra, bəlkə də bir 2 illik fasilədən sonra YouTube'a qayıtmağa qərar verdim və yeni bir vlog açdım. İnşallah xeyirli uğurlu olar. Saat neçədir? 8:54. Neçənci gündür bugün? 5-ci gün. Uşaqlar məktəbə getməyib. 9 maya görə. Bütün 9 Mayı da təbrik edirəm. Bütün bəylərin. Çay dəmləyəcəm. Bəzi dəyişikliklər var. YouTube'a çəkmirdim nə vaxtı. Belə bir termopod almışdım. Daha doğrusu mamam almışdı ad günümə. Burada bir iki dənə yuyulmuş qab var. Burada qabyana qoyulası qab var. Qızlar, bu arada qabyanı da almışam. Təbrik edə bilərsiniz. Özünüz bilirsiniz də, yəqin ki, mənim yoldaşım işdən gec gəlir. Ona görə yemək işini gec həll eləyir. Orada da yemək, balıq qızartmışdım. Onun tavası var. İndi bir dənə çay dəmləyim. Ay. Düşürdü əlimdən telefon. Demleyek çayımızı. Elə qaynamayıb düzdür. Prosto dedim çayı atım hazır koyum. Bəsdir. Dağıtmadan da töktüm. Malades mənə. Belə. Bunun içine indi atacağım. Foto. Kötü de atın biraz çok oldu diyesin ama ev yok. Koy olsun. Koyak yerine. Sonra kızlar, bura belə bir divan koymuşam. Küncə. Qonşum evinə divan alırdı. Bu onun evindeydi. İki hissəsi var idi də. Buradan belə olan hissəsini öz kuxnasına qoydu. Belə olan hissəni də gətirdim, bura qoydum. Əslində rəngi kuxnama uyğun gəlmir, amma şey eləyəcəm. Bunun üstünə atdığım adyal var, onu yumuşam. Heç rəngi bilinmir, göy kimi. Malışlı rəngdə adyallar. Onu atıram üstünə, qəşəng bağlanır, səliqəli görsənir. Bu da o birisi divan üstlərin artıq qalan hissəsini müvəqqəti örtmüşəm bura. Rahatdır. Burada belə dəyişik olan bir şey yoxdur. İndi qabları qabyona yığacağım. Burada gecədən ət çıxartmışam. Bugün pomidor, biber dolması var. Menyuda bir də yoldaşıma işə blinçik eləyəcəm. Əti hazır idi. Çıxartdım ətini ki, burada açılsın. İnşallah blinçiki də sizlə bir yerdə eləyərəm. Dolmanı da sizlə bir yerdə eləyərəm. Allah qoysa. Belə, mən indi bunları yığacağım qabyana. Burada zibil küləpi qoymuşam. Zibil qabımı çıxartmışam şeyə. Qapının ağzına. Eğlənçinə işlər qızlar. Da qaynasın. Belə qəşəngdir ki, şeydir. 95 dərəcədə qaynar saxlayır çayı. İstədiyin dərəcəni eləyə bilirsən. Baxın, 85 də qoya bilərsən. Nə bilim, 70 var, 65 var, 55, 45 və yaxud adi soyuq suyu kimi saxlaya bilərsən. Bir də 95 dərəcədə. 100 dərəcədə qaynadır, 95 dərəcədə qaynar saxlayır. Həmişə əlinizin altında çay var. Belə. Burada da dünən yarpaq qoymuşam, yarpaq bağlamışam. Qonşumdan 3 banka, ona 2 banka mənə. Çünki mən biraz çox bağlamışdım. 11 banka bağlamışam, bu da 13. 2 dənə də gəldi üstünə, oldu 13 banka. Bunu da göstərməmişəm deyəsən sizə. Airfryer da almışam. Vlog çəkməyəli əməlli dəyişikliklər var evdə. Təzə məhsullar var. İnşallah hər dəfə. Söz vermirəm, hər gün gələrmi vlog bilmirəm. Amma çalışdığım qədəri yenə heç olmasa həftədə bir dəfə, 2 dəfə koyacağım inşallah Allah'ın izniyle. Allah diyen olsun. Bu arada ayağımda sınmıştı kızlar. Ayağım əməliyyatlıdır. İndi yavaş şeydən gəzirəm. Çəliklə gəzirdim. 2 ay olacaq. Fevralın 23-sində. Onun haqqında ayrıca bir video çəkəcəm. Biraz kanal aktivləşsin. Ayrıca bir video çəkib koyacağım. Belə. Bu çay qaynayana qədər
bu yağ qabında qoyacağam xaldeynəkə. Amma belə bir problemim var ki, mənim normal ştativim yoxdur. Neydi onun adı? Sizi belə qoyub özümü göstərməlik ştativim yoxdur. Bu da sındı buradan. Baxın görün belə qoysam çəkərmi məni? Çəkir çəkməyinə, amma nəysə şeyin üstünə qoyun. Gözləyin. Belə qoysam. Belə qoysam çəkir. Bu da açmak bir şeydi. Allah Allah. Böyle çek bunu. Yok açılmıyor. İsteydim belki açmam. Kabyanı dolduracağım, sonra takacağım. Ama bu niye açılmadı? Allah Allah. Yok. Deyir açılmalı. Hiç elet boyu rezbası da var. Ha şükür. Kızlar yağlı heç nə qoymuram qabıyanın içine. Hamısını belə yüngülvari sudan keçirdirəm, yağ salfetkayla təmizləyirəm. Yüngül şeyləri aşağı yığıram çox. Alçaqları yuxarı. Bunu da atacağım maşına. Hələ ki qoyum. Sizi getirdim bura. Böyle götürüm elime. Tavanın içine kaynar su dökmüşüm. Yumuşaksın diye onun için temizleyip koyacağım kabuğunu. Ay çok doldurdum. Daşmasa yaxşıdır. Ay daşır. Aynur'un göreceği iş bu kadar. Neyse. Hallolundu. Bugün bunu işledim. Sabah değişeceğim çaynikini. Burada 2 tane çaynikim var. Geçen 2 tane birbirine şeffaf. Hoşum gelir şeffaf çayniklerden. Bir de bundan. Yeni cicim işletmemişim hiç çok. Bir defa işletmişim diyesin. Gözlürdüm yay gelsin, yay da işledim. New baby'm benim.
Buralar səliqəlidir. Suyumu içməmişəm. Yuxudan durub. Bunun içində olanı içeyim hələ ki. Bura belə. Sonra bunu da doldurum. Qızlar, diyetaya başlayıram. Diyetaya deyəndə ki, tam diyeta kimi deyil də, sağlam qidaya deyim. Qazlı suları, nə bilim, çörək, pəhriz çörəyinə keçmişəm. Gündə 2 dəfə yeyirəm. Səhər bir də axşam saat 4-də, 5-də yeyirəm. Ondan da qutarıram. 74 kiloya çıxmışam. Əslində belə baxanda çəkim elə görsənmir, amma tərəziyə çıxanda 74 kilo çəkir. Ona görə, həm də ayağıma görə, ayağımda platin var, implant var. Ona görə kökəlmək olmaz. Arıqlamaq lazımdır. Belə. Elə ki, bunun üçün indi doldurub qoyaram. Gün ərzində su yanında içirəm qızlar. Yəni artıq əskik 2 litr su içeyim, 3 litr su içeyim, yox. Bir də qızlar, burada Instagram səhifəmi göstərəcəm sizə. Aynurun günlüyüm. Orada daha aktiv oluram. Düzdəli, səhər-səhər işlə paylaşmamışam. Bir dəqiqə. Aynurun günlüyündə də eyni adlı səhifəmdir. Orada məni izləyə bilərsiniz. Keçin belə. Baxın, 4000 takipçiyə doğru gedirəm. Orada daha maraqlı videolarım var, storylərim var, gündəlik, anlıq paylaşımlarım olur. Yazacağım burada adını. Oradan izləyə bilərsiniz məni. Belə.
Qızlar. Deməli, mən blinçiki elədim, qutardım. Bunu aça bilsəm, gözləyin. Qabyanı qoymuşum, doldurmuşum. İndi qəşəngcə qoşum bunu. Bir saatdə qoyun. İşləsin. Burada da əllə yuyulacaqlar buradadır. Bunları əllə yuyacağım. Marazinikdə gürzə var idi. Yuskaya onları pişirdim, yedi. Çıxdı, getdi oynamağa. Mən də axşam yeməyinə əti qoymuşam. Dolmanın ətini burada pişir. Yavaş-yavaş. Bunu da qoyaq yerinə. Belə. Sonra keçəcəm qabları yumağa. Bilmirəm, çəkərəm, çəkmərəm qab yumağı. Elə ki, çox deyil. Prosta iri qablarda deyə çox görsənir. Hə, dəqiq qaşıq qaldı. Onu da qoyaq bura. Elə şeylər var, onlar qabıyana getmir, ona görə qoymuram. Məsəl üçün, bu qazanların rəngini eybəcər eləyir deyə qoymuram. Bıçaqları kütləşdirir deyə qoymuram. Bunlar da yəni, ehtiyac yoxdur qoymağa. Bu tavanı da bir dəfə qoymuşdum, blinçik tavasını. Sonra bişirəndə gördüm ki, yapışdırır. Bacardığım qədər tavaları da qoymuram. Bir də hərdən birdən görürsən qoyuram, hərdən birdən görürsünüz qoymuram. Baxır da, nastroyeniyəmə, yəni o anki əhval-ruhiyyəmə baxır. Bu burada pişsin yavaş-yavaş. Sonra çıxardım badımcan bibəri, düzüm qoşum. Dedim, birinci əti pişirim, qoyum qırağa biraz soyusun. Sonra yavaş-yavaş digər şeyləri hazırlayaram. Əslində badımcan yeyilmir bizdə heç, amma 2 dənə də olsa qoyacam böyrünə dolmanın. Bizdə ancaq yeyilir pomidorla biber. Prosta tamı keçsin deyə qoyacam. Belə. Hə, qızlar, dolmamız da getdi bişməyə. Bu da qəşəng pişsin, bitsin nə idi. Mən də keçəcəm təzədən yenə çıxan qabları yumağa. Bugün bu qab qutarmadı. Bugün bu kuxna yığışılmadı. Belə qəşəng bu burada pişsin. Əsas yeməkdir. Yemək aradan çıxdı. Vəsə, adam rahat olur. Bunu pişirəndən sonra bir dənə qəşəng qazı da siləcəm. Başqa da bir işim qalmır. Heylə. Qızlar, sizə təyəngi göstərmək istəyirəm. Bir də burada bunları yumuşam, yerləşdirəcəm. Bir də bura qəşəng bir dənə belə şkaf aldım. Rahat. İndi bunların içindən qış ayaqqabılarını çıxardacam. Yay ayaqqabılarını yığacam. Çox qəşəng. Hər elə sıraya 8 dənə ayaqqabı gedir. 4 elə bil. Çox rahat bir şeydir. Bu da mənim təyəngim, qızlar. Görünsün nə qəşəng olub. Küçəyə çıxartmışam belə. Ləzzətli. Super puper. Qızıl güllərimi də çıxartmışam küçəyə. Orada çünki inkişaf eləmirdi. Orada bir dənə dibcək gülləri qalıb. Burada da güllərim var. Yerdə. Orada baxın. Geranlardan biri ilə qəşəng açıb. Çəhrayı. Məncə bugünlük bu qədər vlog bəsdir. Qızlar, videomu bəyənməyi və kanalıma abunə olmağı da unutmayın. İnşallah bundan sonra videolarım gələcək davamlı olaraq. Sizi həyətdən sağollaşıram. İnşallah gələn görüşlərə dək Allah amanında.